keçər günahımızdan. Allah bizi saxlasın hələ sabahımızdan. Allah bizim Allah'dır, keçər günahımızdan. Allah bizi saxlasın hələ sabahımızdan. Bizdə bu sifətdir, nə sifətdir belə qardaş? Bir zərrə dəyişməz, niyə ildən ilə qardaş? Bir razı qalan varmı bugünkü işimizdən? Gəl söhbət açaq şanlı gözəl keçmişimizdən. Miladiyə tarixinin 1894-cü ilində Avqust ayının əvvəlində Danabaş kəndində bir qəribə əhvalat olur. Nə olsun? Əhvalat budur ki, Məhəmməd Həsən əminin eşşəqi uğurlanır. Söz yox, o kəsin bu əhvalatdan xəbəri yoxdur. Mənim sözümə inanmayacaq. Çünki doğrudan da eşşəqin itməyiliyi elə bir təəccüblü şey deyil ki, bundan qəribə bir əhvalat çıxsın. Hər kənddə və şəhərdə gün olmaz ki, eşşəq itməsin. Amma xeyr, Məhəmməd Həsən əminin eşşəqinin itməkliyi özgə eşşəklərin itməkliyinə bir güc qədər də oxşarı yoxdur. Nə olsun? Vallahi billahi Məhəmməd Həsən əminin eşşəqinin itməkliyi bir qəribə əhvalatdır ki, nəql edin. Siz də qulaq verib ləzzət taparasınız. Nə olsun? Nə lazımdır dadaş? Əmi, Qazi ağanı görməyə gəlmişəm, işim var. Sən haralısan, əzizim? Mən Danabaş kəndindənəm. Danabaş kəndinin kənd xudası Xudayar bəyəm. Qazi ağanı görməyə gəlmişəm. Giymənin altındakı nədir qadası? Gətdir, gətirilmişəm Qazi ağaya. Xeyir işimiz var. Bu da ağız şirinliyidir. Yaxşı ha, dedim görüm Qazi yuxudan ayrılıb. Salam aleykum Qazi ağa. Ay aleykəssalam. Bəy, o nədir? Nə işdir? Qazi ağa, xeyir işimiz var. Qəni də gətirmişəm ki, şirinlik olsun. Ay şirin kəm olasan mənim qardaşım. Yəqin ki, kəbin kəsiləcəksən. Xeyr Qazi ağa, kəbin deyil, siğədir. Nə eybi var? Siğə? Yaxşı, çox gözəl, çox pakizə. Allah belə mübarək eləsin. Siğəni özün edirsən, yoxsa özgəsi? Özüm eləyirəm Qazi ağa, əgər düzəlsə. Necə yəni? Nə buyurdun? İş düzəlsə? Qazi ağa, əgər bu işi yola qoysanız, sizə duaçı olaram. Rəhmətliyin oğlu, nə köhür var ki? Siğədir, oxuyaram. Tarif gedək. Yaxşı buyurursan Qazi ağa. Amma gərək ki, övrət tərəfindən bir vəkil olur.
Əlbəttə ki, mən demirəm ki, vəkil olmasın. Vəkil də lazımdır. Şahid, şahidsiz, vəkilsiz. Siğə oxunmaz bala. Bəli, elədir. Bəs hanı sənin vəkillərin, şahidlərin, hani? Hələ ki, nə vəkil var, nə şahid. Görək nə olacaq? Bəs nə vəkilin var, nə şahidin. Bəs mən siğəni necə oxuyum? Bəli, elədir. Qazi ağa, elədir. Vallahi, mən sənin sözlərindən bir şey anlamıram. Əgər siğə oxutmaq istəyirsənsə, övrət tərəfindən bir vəkil lazım. Yox, əgər vəkil, şahid yoxsursa, qalsın sonraya. Ya da ki, başqa maniyə var, onu da sən bilirsən. Doğrudan Qazi ağa, mənim də bir mətləbim var. Allah'tan gizli deyil, sizdən də gizli olmasın. De görür, məndən niyə gizlədirsən? Sözün əsli budur ki, bizim Danabaş kəndində dul bir övrət var. Mən çoxdan da onu siğə eləmək istəyirəm. Amma övrət gəlmir. Bilmirəm, ölçüdürlər, yana gəlirdi. Deyir ki, getmərəm. İndi qalmışam belə. Sizin huzurunuza gəlməkdə məqsədim odur ki, bəlkə dərdimə çarə tapırsınız. Bəli də, gətirdin ki, qirvənkə gətir. Bunun müqabilində istəyirsən ki, övrəti soxaq səni yatağa. And olsun Allaha Qazi ağa. Əgər sən mənim işimi düzüb qoşsan, bu başım sənin qabağında fəda. Sənin başın benim nəyimə lazım. Allah səni başda eləsin. Mənə, bax, bu lazımdır, bu. Qazi ağa, fikrini hara dağıdırsan? Mən adam deyirəm ki, söz verim, sözümün üstünə durmayım. Kişi papağı ona göre başına koyur ki, ona kişi desinler. Eğer bir şahs üzde bir söz, eşikte bir söz dediyse, bu kişi değil. Eğer sen bir kelle Rus kendi istəyirsense, ben 11 kelle gətirərəm. Ürəyini niye sıxırsan? Pulum yoktu benim. Xeyr, dövlətim yetərincə var. Heç senin tək ağaların yanında xəcalət çəkmərəm. Maşallah, azdı. Ləyaqətli adamsan. Mən də sənin yanında elə hərəkət eləmərəm ki, sən xar olasan. Mənim neyimə lazımdır 11 kəllə gəl. Sən mənə 2 dənə kəllə gəl gəlsin. Birini paylaram fəqirlərə. Ağı şirindən ötürü necə ki, özüm vurur. Bir kəllə Rus qəndi səndən alacağım və salam. Yoxsa mənim səndən başqa bir təmənnam yox. Söz yox ki, o qəndin yanında bir girvəngə çay olsa nə sözüm var? Bak benim gözüm üstüne. Gözüm üstüne. Gözüm üstüne. Aki, sən Allah mənlə zarafat eləmə. Mənim keyfimin o vaxtı deyil. Rəhmətliyin oğlu, bir sözünü görüm sənə nə olub? Nə olacaq? Yekə kişisən. Xalqın eşeğini oğurlayıb gətirib atırsan mənim karvansarayıma. Niyə? Bəlkə mənə vəsiqə var. A kişi, dəli olmamsan ki. Bəlkə keflisən. A kişi, mən xalqın eşeğini niyə uğurlayıram? Artıq əski danışma, pişman olarsan. Sən də dayan da. Yaxşı, rəhmətliyin oğlu özgə eşek tapa bilmirdi. Getdin Məhəmməd Həsən əminin eşeğini gətirdin, bizi də qoydun qalmaqalda. Necə qalmaqala qoymuşam mən səni? Necə qalmaqa?
eşeği tövləyə qatmısan, özü itirmisən. Məhəmməd Həsən kişinin oğlu özünü ox kimi soxdu içəri ki, eşeği aparıram. İndi mən nə edim, tay nə deyim? Sən də. Bu uşaq da ki, özünü çırpır yerdən yerə. Ya eşek aparacağım, ya da özümü burada öldürəcəm. Axırda nə əlac qaldı? Getdim bir qaradaboy çağırdım. Yazıq uşağı qaradaboydakı döyə-döyə çıxartdı çölə. Heyf, mən burada olmamışam. Valla, ölüsünü qoyardım o uşağın burada. Onu mən sağ ötürərdim kəndə. Bəs sən hardaydın? Niyə gəlib çıxmadın, hə? Gərək mən özüm qaradaboy çağıraydım. Kərbəlayı Cəfərəmi, sən gərək bu əhvalatı mənə deməyəydin. Sən mənim ürəyimə ox vurdun. Görüm Allah Məhəmməd Həsən əminin atasına lənət eləsin. O məni xalq içində rüsvay elədi. Mən bu yaşa gəlmişdim, heç vaxt belə bədnam olmamışdım. Yaxşı buyurursan, Xudayar bəy. Axır Məhəmməd Həsən əmi neyləsin? Axı onun nə günahı var? Sən eşeği gətirəndə ona xəbər versəydin, indi də belə olmazdı. Onda bilərdi ki, bu andıra qalmış eşeği sən gətirmisən, ta uşağın bura göndərməzdi. Açı, adıva and olsun ki o eşeği mənə Məhəmməd Həsən əmi özü verir. Eşeği mənə o dəyyus özü verir. O qurumsaq özü verir. Açı, mənə inanmırsan? Niyə inanmıram? İnanıram. Quran-ı Münzəl haqqı özü verir. Niyə mən 300 evin kəddası ola bir ulaq tapa bilmirəm? Yəni gedirəm, oğurluqca başqalarının eşeğini gətirirəm. Day sən danışırsan da belə. Mən də qalıram mat-mətəl. İnanıram, nöş inanmıram. Kərbəlayı Cəfərəmi, mənə 7 manat pul lazım. Gərək necə olmuş olsa, tapın mənim işimi düzəldəsən. Xudayar bəy, Peyğəmbər haqqı məndə yox. Olsaydı hansı qurumsaq müsahiq edərdi? Özündə yoxdur, özgədən. Gərək ona bunu bilmirəm. Gərək nə yolundan olsa, onu tapıb verəsən. Valla düz deyirsən. Amma indi əsir çox xarabdır. Hanı elə bir Allah bəndəsi ki, adamın əlindən tutar. İndi gedib kimə desin ki, mənə 7 manat pul ver, deyəcək ki, gətir 17 manatlıq zaloq qoy, mən də verim. Heç zərər yoxdur. Sən elə adam tap mənə 7 manat versin, mən onun yanına 17 manatlıq kilov qoyaram. Gələ nə sözüm var? İndi sənin yanında nəyin var ki, zaloqda qoyasan? Kərbəlayı Cəfərəmi, sən kimlə olsa 7 manatı tap. Mən o getdiyin eşeği zaloq qoyaram. Nə vaxt sən pulu verdin, götürüb qaytararsan eşeği özünə. Axı o eşek sənin özündür. Açı, ver əlimi əlimə. Gəl, yaxşı, qonaqsan. Gözüm üstə yerim var. Bu gecə bizdə qal. Eşək yoxdur. Hansı eşek? Sən gətirdiyin eşək, sənin eşəkin. Açı, eşeği iynəmsən, mənə gəliş gəlirsən? Bırax yaxamı, nə bilim hardan qaçıb. Bəlkə o biri çəpərdən qaçıb gedir. Ay, o eşek mənə lazım idi. Arvad alacaqdım, arvad. Eşek də getdi, arvad da. Allah bizim Allah'tır, keçər günahımızdan. Allah bizi saxlasın hələ sabahımızdan. Allah bizim Allah'tır, keçər günahımızdan. Allah bizi saxlasın hələ sabahımızdan. Bizdə bu sifətdir, nə sifətdir belə qardaş?
Bir zərrə dəyişməz niyə ildən ilə qardaş? Bir razı qalan varmı bugünkü işimizdən? Gəl söhbət açaq şanlı gözəl keçmişimizdən. Ağız dolusu gör nə qədər dastanımız var. Qarpız dolusu gör nə qədər bostanımız var. Koroğlulara söz qoşub aşıq dilə gəlsin. Top nədir, tüfəy nədir, mizrab ələ gəlsin.